Bax, Olimpiya mərkəzləri yanır. Bir çoxları neçə dəfə təmir olunur, sıradan çıxırlar, otellərə sıradan çıxır, o törtüyü sıradan çıxır, onların içərisinə girsən, otaqlar sıradan çıxır, oyun yerləri, zallar hamısı sıradan çıxır, onların sanuzelləri sıradan çıxır, pis günə qalır, su xətləri partlayır, yəni bərbad günə qalırlar, təzədən dövlət pul ayırır, təzədən onlar təmir olunurlar. Əslində onlar biznes kimi fəaliyyət göstərməlidirlər, özləri pul qazanmalıdırlar. Amma insanların da bir çox rayonlardan da kasıbçılıqdan və sair səbəblərdən də, həm də ki, insanlarımızın kütləvi şəkildə idmana marağı olmadığına görə də ki, yəni idmana getsinlər, məşq eləsinlər və s. Hər kəsin öz kasıbçılığı ilə məşğuldur və s. Biraz da bizim Azərbaycan insanlarımız daha çox restorana meyillidirlər, gəzməyə meyillidirlər, yeyib-içməyə meyillidirlər. İdmana görürsən, məsələn, burada bulvar tikilir, hər yerdə parklar var. Tezdən çıxsan görəcəklər ki, 15 nəfər qaçır. Başqa ölkələrdə görürsən ki, yüzlərlə insan qaçır orada, idman edir. Amma bizim restoranlarımıza getsən hamısı doludur. Bizdə yeyib-içməyə meyillidir xalqımız. Ona görə də onlar işləyə bilmirlər. Orada kafedə işləməlidir, biz işləməlidir, müəyyən məbləğdə insanlar idmana gəlməlidir, pul almalıdırlar ki, onlar özlərini saxlasınlar. Yəni, dövlət ora pul ayıracaq, tutaq ki, yardım ayrılacaq 100 min, onun da bir 50 minin kimsə müəyyən yollarla mənimsəyəcək ona və s. Başqa cür mümkün də deyil, onun qarşısını almaq olmaz. Ona görə də məhz problemi kökündən həll etmək lazımdır. Yoxsa sən elə ayrılan pulu gözlə ki, birdən oğurlayarlar, hara qoydular, necə xərc edirlər. Sonra yenə sıradan çıxacaq ki, təzədən pul qoysunlar buranı. Onun marağı olmayacaq onu saxlamaq. Elə düşünəcək ki, dövlət bunu saxlayırlar. Ya muzeylər olsun. Bu insanlar gəlməlidir, muzeyə pul verməlidir, muzey də ondan özünü saxlamalıdır. Dövlət nə qədər ona pul saxlamalıdır. Yəni, hər şeyə sosial layihə kimi yanaşmaq olmaz. Sosial layihə yaşlılar evidir, yetim uşaqlar o hansı ki, sahib uşaqlar var, atılmış uşaqların olmalıdır. İndi belə, yəni hansı ki, o biznes sahəsi deyil. Sosial layihə onlara yanaşılmalıdır. Əlillər var, fiziki cəhətdən qüsurlu bizim insanlar, vətəndaşlarımız var. Bunlara sosial layihə kimi yanaşmaq lazımdır, kömək etmək lazımdır. Onkoloji xəstələr var, hansı ki, kasıb ailələrdirlər. Onlar o xərci çıxa bilməyəcəklər, bu və digər səbəbdən xəstədirlər. Dövlət bunların qayğısına qalır və sosial layihə kimi yanaşmalıdır. Amma hər bir məsələdə dövlət elə büdcədən pul ayırsa, bu mümkün deyil. Ona görə də o cür stadionlar və olimpiya mərkəzləri və s. sırf olaraq 100% biznes kimi fəaliyyət göstərməlidirlər. Qazandıqları pullardan da gücü çatmayan kasıb ailələrinə güzəşt eləməlidirlər, yardım verməlidirlər ki, o yardımla onlar da gəlib orada məşq eləsinlər, idman eləsinlər, onlardan pul almasınlar, yaxşı. Əhalinin 80%-dən alsınlar, 20%-dən almasınlar. Kasıb uşaqları var, şəhid ailələri var, qazilər var. Bunlardan pul almasınlar. O kimdən ki, qazandıqları pullardan da onların da xərcini ödəsinlər. Bütün dünyada sistem belə işləyir. Amma büdcəyə nəzarət düşün ki, elə büdcədən pul gələcək, təmir edəcəm, gələn yenə xarab olacaq, təzədən büdcədən pul versinlər. Bu işləməz, ona görə də o obyektlər hamısı o şəkildə qalırlar.